Sən bunun gücünə bax. Bu dəfə də fərqli bir məhsulla qarşınızdayıq. Amerikada hər bir qarajda, evdə olsun, belə bir alət mütləq olmalıdır. Bu ölçüdə onlar daha çox istifadə edirlər. Yarpaqları falan, tozu torpağı təmizləmək üçün lazım olan hava üfürən alətdir. Lakin onun kiçik ölçüsü var. İndi sizinlə birgə qutunun açılışını eləyəcəm. Əlbəttə ki, alətimizin özüdür, alətimizin başlığıdır, bir ədəd şarj cihazıdır, bir ədəd də əsas məsələ batereyamızdır. İndi isə keçirik alətimizin özünə. Təmizliyə diqqət edən şəxslər üçün vacib olan bir alətdir. Nəyə görə indi göstərəcəm sizə. Bu hava üfürən alət atelyedə tozlu işlərlə məşğul olan şəxslər üçün çox lazımlı bir şeydir. Məsələn, belə bir toz var. Məsəl üçün, alətlərinizə ola bilər ki, toz basıb. Həm də bu qaydada bağlayıb toz sovuran kimi işlədə bilərsiniz. Bir sözlə, təmizliyi sevən insanlar üçün vacib bir alətdir. Elə gəlir ki, hər bir qarajda, atelyedə, evdə bu cür bir alətin olması vacibdir.